Normal istiqamətdə uzunluğu, yəni dalğa uzunluğu 600 nanometr olan monoxromatik işıq düşür. İkinci tərtib maksimuma, yəni K2-yə bərabərdir. Uyğun meyl bucağı, yəni sinus φ nəyə bərabərdir? 0,4-ə. Difrasiya qəfəsinin periodu, yəni D-ni məndən soruşur. Gəlin düsturu yazaq. D sinus φ nəyə bərabərdir? K lambdaya. Yəni buradan D-ni tapaq. D nəyə bərabərdir? K lambda bölünsün sinus φ-yə. Verilənləri qoyaq yerinə. K neçədir? 2-dir. Lambda 600-dür. Sinus φ isə 0,4-dür. Deməli, 2 ilə 0,4 deməli 4 ixtisarıyla aşağıda qalır 0,2. Düzdürmü? Bu da 600 onun üstündə mənfi nanometr, mənfi 9-dur. Onda 600 ya da belə yaza bilərik. 6 vurulsun onun üstündə mənfi 7. Aşağına isə 2 vurulsun onun üstündə mənfi 2 kimi yaza bilərəm. Onda cavab neçə eləyəcək? 3. Müsbətlə qalxacaq yuxarı olacaq. 3 vurulsun onun üstündə mənfi 5. Bunu da 30 mikrometr şəklində yaza bilərəm. Cavab olacaq bir variant.